Bugün Rusya'da çok ciddi bir panika var. Təsəvvür edin ki, aerodromların vurulması, strateji təyyarələrin məhv edilməsi hadisəsini Kırım körpüsünün partladılması müşayiət etdi. Sonraki addım ne olacak? Problem budur bak. Bugün təşviş var. Təşviş Ukraynada değil, Rusya'dadır. Ukrayna daha ne hazırlayıp bizim için? Sualı hökmrandır. Bu suala cevap aktarılır. Kim bilir? Ona göre Rusya'da konservalar televizyalarda gösterilir. Güya Vladimir Putin dünən çıxış edib. Hardaydı o çıxış edə? Harda çıxış etdi? Yani bunu ifşa etmek, efirə baxsanız dərhal görərsiniz. Müxtəlif zamanlarda müxtəlif çəkilişləri birləşdirərək cemaata uddurulur, kulaklarından vermişil asırlar. Rus budur, tipik Rus budur. Her zaman belə olur. Bugün özünün təhlükəsizliyinin qeydinə qalıb. Niyə? Çünki qorxur. Gördü ki, bəli, Ukrayna zarafat etmir. Məhv edə bilər. Və belə bir məsələ Kursk səfərində vertolyotla çox real idi. Bu en büyük təhlükəsizlik boşluğu idi. Ardarda 3 bu cür hadisənin boşluğun yaradılması Rusya'nın acınacaqlı vəziyyətini göstərir. Bunu kompensasiya edə biləcəklərmi? Xeyr. Boşuna vaxt sərf edir. Rusiyanı məcbur edəcəklər və düşünürəm ki, bu kontekstdə davamlı olmalıdır və edəcək, davamlı olacaq. Ukrayna psixoloji üstünlüğü heç bir vəçlə əldən vermək istəməyəcək. Bugün Ukraynanın əlində kozur yoxdur diye artık argüment mövcud değil. Bitti bu mesele. Tərəzinin gözünü en azından Ukrayna Trump'ın gözünde beraberleştirdi. Demek ki bu münasibəti dəyişdirəcək. Üstelik Rusya rəhbərliyində zehniyyət dəyişməyib. Onlar quru qoşunların vasitəsilə metir işğaldan dem vururlar. Bugün muharebe o değil. Tanklarla bugün muharebeni udmaq mümkün değil. Ukrayna bunu çoktan anlayıb. Kim elmi teknolojini cəhbiyə ilk olarak gətirəcəksə muharebeni o olacaq. Bugün mübarizə bu kontekstdə devam edir. Ona göre de Rusya'da büyük bir təşviş var. Haklıdırlar. Çünkü son Kırım körpüsünün partladılması Ukrayna'nın imkanlarının daha büyük olduğunu ortaya koyan bariz bir numune oldu. Bundan sonra ne olacak görəcəyik. Ancak görməli olan, yenə deyirəm, təşvişdə olan Rusya tərəfidir. Psixoloji üstünlük de Ukrayna'nındır. Sadece olarak zamanında Ukrayna'nın dırnaq arası tərəfdaşları çevik kararlar, doğru dürüst kararlar kabul etmiş olsaydı bugün farklı muharebe nəticələrindən danışmaq mümkün olacaktı. Təsəvvür edirsiniz 2025-ci yıl başlayandan beri Ukrayna cəhbəsində, yani son 5 ayda 200 bindən artıq Rus tələf edilib, öldürülüb, yaralanıb. 200 bindən gedir söhbət 5 ayda. İtkiləri yəqin ki, itkilərin fərqindəsiz. Bu dəhşətli rəqəmlərdir. Yani Rusya'da doğumun minimum olduğu bir vəziyyətdə bir de kütləvi şəkildə ölən, xüsusilə də gənclərin ölməsindən söhbət gedir.
Bunun üstüne gələcəkdə demografik vəziyyəti gəlir. Doğuş yox, ölüm çox və getdikcə də ədədi silsilə, həndəsi silsilə ilə əvəzlənir. Nə vaxta qədər Rusiyada türklərdən istifadə olunaraq müharibə davam etdiriləcək? Rusiya deyə bir şey yoxdur əslində. Nə Rusiyası? Rusiyanı 7 yerə bölsəniz, 7'si də türklərdir. Söhbət yalnız Peterburg və Moskvadan gedir. Onlar da bilirsiniz, Rusiyada yaşayanlar bilir. Moskva əhalisinə Moskovski xmır deyirlər. Yəni onlar çoxdan Rus olmaqdan çıxıblar. Onların mentaliteti də fərqlidir. Ona görə bilirsiniz, Rusiyadan, imperiyadan, hegemonluqdan danışanda biraz bütün bu məsələlər kompleks şəkildə nəzərə alınmalıdır. Və bir də o Türk Respublikaları nə zaman özlərinə qayıdıb qalxsalar, onda necə olacaq? Rusiyada əsər əlamət qalacaqmı? Yəni problem budur. Bugün Ukrayna doğrudur, əskər tapmaqda çətinlik çəkir. Onda sual verirəm. Niyə Vladimir Putin total olaraq səfərbərlik elan etmir? Yenidən 300 minlik insanı cəlb etmək üçün müraciət olacaq səfərbərliklə bağlı. Ancaq Putinin adı ilə deyil. Baxın, səfərbərlik birbaşa prezidentin sərəncamı ilə mümkün olur. Azərbaycanda bu qərarı hər zaman Azərbaycan prezidenti verir. Bütün dünyada belədir. Ancaq baxın, 300 minlik səfərbərlik üçün Rusiyada Müdafiə Naziri adından veriləcək. Çünki qeyri-populyar addımdır və insanların total olaraq etiraza qalxması təhlükəsi var. Prezident bundan qorxur. Ona görə prezidentin adı ilə deyil, Müdafiə Nazirinin adı ilə bu səfərbərlik elan olunacaq. Yəni Rusiyanın da problemi var. Doğrudur, Ukrayna qədər səfərbərliklə bağlı çətin deyil. Ancaq düşünürəm ki, bugün müharibənin taleyini sadəcə əskərlər həll etmir. Əski olan, çatışmayan əskərləri bugün Ukrayna dronlarla kompensasiya edir. Əskərin atacağı pulemyot və avtomatları dronlar havadan izləyərək kiçik qruplarla məhv edir. Baxın Ukraynanın apardığı müharibəyə. Daha doğrusu bizim ortalığa qoyduğumuz təcrübənin nəticələri. Zamanında biz tarix yazdıq. Bundan nəticə çıxartdılar. Bugün Ukrayna tarix yazmaqdadır. Ona görə də əgər bugün Rusiya prezidenti Zelenski ilə görüşməyi özünə layiq görmürsə, düşünürəm ki, çox keçməz ki, bu gerçəyi qəbul etmək zərurəti ilə üzləşəcəklər. Yetər ki, bu cür hadisələr davamlı olsun.